Necə təsirlədi müalicə? Müalicə bir həftədən sonra özüm başladım yaxşı hiss eləməyə. O qorxu, təşviş, həyəcan, ağlamaq hissi var idi məndə. Heç nədən ağlayırdım da. Onlar yavaş-yavaş çəkildi, getdi. Siz bə yaxşı 90% təsir edib. Hə. İndi mən dərmanları kəsmək istədim. Aha. Dedim ki, amma mənim məsləhət bilirlər ki, bu antidepressantları həkimsiz kəsə bilmərsən. Birdən də kəsə bilmərsən. Niyə kəsmək istədiniz? Yaxşı hiss elədiyimə görə. Hə, eləmi? Anladım. Yaxşı. Gələndə bizə nə şikayətlə gəlmişdin? Ağlamaq, qorxu, təşviş, həyəcan, ölüm qorxusu, pis xəbər qorxusu. Belə bir. Baş gicəllənmə, qışlarda əsmə, titrətmə. Bunların. Gələndə vəziyyətin neçə faizi idi? Məsələn, indi 90% yaxşısan da. Gələndə neçə faiz idi vəziyyətin? Vəziyyətim hardasa 99% pis idi. Pis idi. Pis idi. Anladım.